Dünən bir müştəri girib, Səxən xanım müştəri idi. Deyir, burada dayanıb söhbət edirdik, hələ qapının ağzı idi. Yəni, bura deyildi də. Söhbət elədik, biraz məhsul haqqında, qiymət haqqında falan. Sonra dedi ki, nə istidir bura daha doğrusu. Burada nə qədər işləyirsiniz siz? Yəni, bura istidir, hələ bu şifrenin altından bu boyda şey döşəmişəm. Bura nə istidir? Deyirəm ki, yəni işimiz budur da, biz işləyirik. Nəysə, söz bundan keçdik qiymətə, söhbət bu xanım müştəridə olmasın, başqa bir müştəridə olsun. Qiymət danışanda deyir ki, materialı nə qədər edir ki bu, yəni materialı hesablayırlar. Sonra da üstünə məsəl üçün deyir, 50 manat da ustan olsa bəs eləyər. Amma 10 dəqiqə bu istidə burada dayana bilmirsiniz. Hələ biz burada svarkada vururuq, hələ bu atizonun tozu da var, svarkanın tozu var, bir də görsən təmizləyirsən. Bax o şotka ilə, o pasın tozu var. Yəni, bu istidən əlavə olan bir nüanslardır. Hamı günlük hesablayır. Məsəl üçün, günə 40 manat olsa məncə ustaya bəsdir. Amma o, vaxtından əlavə, xərclədiyi vaxtına əlavə, öyrəndiyi bilikdən əlavə, onun canı da gedir. Yəni, kim deyir, bura havalandırma qoy, bunu, onu qoy, bunu. Nə qoysan da, bu iş elə işdir ki, yəni, burada canını qoyursan. Hər gün işlədikcə, yəni, canının da bir hissəsini qoyub gedirsən. Yəni, bunu heç kim nəzərə almır. Hamı günlüyə, məsələn, günlüyü fikirləşir. Mən günümə 100 də qazansam, 200 də qazansam, yəni, onun müştəri heç bir aidiyyəti yoxdur. Biz qiymətimizə, biz işimizə dəyər veririk və qiymət deyirik. Xanım özü dedi, siz biraz baha işləyirsiniz. Dedim, baha işləyirik, amma bizim işimizdə, mən heç vaxt qoyandan sonra gəlib müştəri mənə demir ki, bəs burası niyə belə oldu? Yəni, mən müştəriden o sözü eşitməyim deyə biraz zamanımı çox ayırıram işə ki, müştəri mənə deməsin, bəs burası niyə belədir? Ona görə də hər kəs öz işinə dəyər versin, heç kim ucuzlatmasın işi, sözüm bundadır.